Televiziyalarımızda vəziyyət necədir? Milli mənəvi dəyərlərimiz, ailə dəyərləri televiziyalarımızda necə qorunur? Kardeş, televiziyalardan danışma, televizyalar, ben hamısını deyərdim ümumiyyətlə. Elə bir seçim yoktur ki, birini oradan ixtisar eləyəsən. Bizim televizyalarımız berbat vəziyyətdədir. Mən hər zaman deyirəm, bugün cəmiyyətin milli mənəvi dəyərlərini əgər belə deyək də, çöldə 5 nəfər, 10 nəfər ayaq altına atıb əzirsə, ama bunun birbaşa yani günahkarı televizyadır. Arkadaş, televizyada ne baş vermir? Televizyada ərindən boşanmış, gündə bir dənə oğlanla gəzən, gündə bir də üzr istəyirəm ifadəmə, birinin qucağında əyləşən qadınlar qardaş cəmaata təlim tərbiyə dərsi keçir və ən bədbaxı da qabaqda təlim tərbiyə dərsi keçir, deyin cəhənnəmdə. Amma indi qardaş kimlə sevgilidir, kimlə nə qələt eləyir, kimlə harda oturub durub hamısını çıxır efirə danışır. Mən də bugün, mənim timsalımda bütün Azərbaycan kişiləri, bütün qeyrətdilər qardaş, biz balamızı qoruya bilmirik. O mən gəlmişəm burada sizə müsahibə verirəm. Burada sizin yanınıza ayrılıb başqa bir işin dalınca gedəcəm. Düzdür? Mən balamı necə televiziyanı qadağa qoyum? Necə deyim ki, televizyora baxma, necə deyim ki, sosial şəbəkəyə baxma? Mümkün deyil də bu uşaq nəsə məşğul olmalıdır. Yəni televizyada açırsan qardaş, ATV'nin özü olsun, Xəzərin özü olsun. Düzdür, bəlkə bir-iki dənə maarifləndirici layihələr var, mən bunu deyə bilmərəm. Amma bugün sanki milletin ancaq əxlaqını pozmağa hesablanıb bütün hər şey və açıq-aşkar da pozurlar və belə də olmalıdır, sanki heç kim də bunlara bir söz demir.